İlham Əliyevin növbəti hərbiləşdirilmiş şou göstərmələrində belə bir epizod qeyd alındı. Ulu Önder, Heydər Əliyev'in ruhunu yaşadım. Bu şanlı bayrağı benden sonra sağ kalana təhvil vermeden ölmek bana haram olsun. Azərbaycan əsgərinin andında belə bir cümlənin peyda olması adi redaktör dəyişikliyi deyil. Ulu Öndərin ruhunu yaşadan bu şanlı bayrağı və s. Bu cümlə üzərində dayanmağa dəyər. Çünki burada söhbət sadəcə bayrağa sədaqətdən getmir. Azərbaycan əsgərinin andının mətninə konkret siyasi liderin Heydər Əliyevin ruhu daxil edilir. Bəs bunun bayraqla nə əlaqəsi var? Azərbaycanın üç rəngli bayrağı Heydər Əliyevin yaratdığı və ya onun siyasi irsindən doğan bir rəmz deyil. Bu bayraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dövlət bayrağı kimi qəbul edilmişdi. Onun ideya və siyasi tarixi Azərbaycan Milli Demokratik Hərəkatının, Cümhuriyyət qurucularının və xüsusilə Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Bu baxımdan Ulu Öndərin ruhunu yaşadan bu bayraq ifadəsi tarixi həqiqətin sadəcə poetik təsviri deyil. Bu, bayrağın mənasının yenidən siyasi çərçivəyə salınmasıdır. Bayraq əvvəlcə Cümhuriyyətin bayrağıydı, demokratik Cümhuriyyətin bayrağıydı. İndi isə hərbi andın mətnində o hansısa Ulu Öndərin ruhunu yaşadan bayraq kimi təqdim edilir. Bu iki yanaşma arasında ciddi fərq var. Bayraq ondan əvvəl mövcud idi. Söhbət Heydər Əliyevdən gedir və onun siyasi mənası da ondan əvvəl formalaşmışdı. Bəs niyə hərbi andda Ulu Öndərin ruhu var? Bu ruh hardan hoplanaraq o bayrağın üzərində təcəlla etdi? Burada məsələ artıq tarixdən çox siyasi yaddaşdır. Hərbi and dövlətin ən mühüm rituallarından biridir. Əskər and içərkən onun sədaqətinin ünvanı təsadüfi seçilmir. Dövlətə, xalqa, konstitusiyaya, bayrağa və hərbi vəzifəyə sədaqət başa düşüləndir. Amma konkret siyasi liderin ruhunun bu andın mətninə pərçim edilməsi başqa məsələdir. Çünki siyasi liderlər tarixə aiddirlər. Gələrlər, gedərlər. Dövlət isə bütün vətəndaşlara aiddir. Azərbaycan dövləti Heydər Əliyevin dövründən əvvəl də vardı, onun dövründən sonra da var və olacaq. Azərbaycan bayrağı da onun şəxsi mülkü deyil. Onda nə üçün əsgərin andında dövlətin deyil, konkret siyasi liderin ruhu xatırladılır? Bu sualın cavabı siyasi simbolikanın özündədir. Bu, Heydər Əliyevin siyasi irsinin dövlətin institusional yaddaşının mərkəzinə pərçim edilməsinin daha bir nümunəsidir. Artıq söhbət yalnız küçələrə, parklara, məktəblərə, aeroportlara və müxtəlif dövlət qurumlarına onun adının verilməsindən getmir. Söhbət milli simvolun, bayrağın onun ruhu ilə bağlanmasından və bu bağlantının hərbi and vasitəsilə yeni nəslə ötürülməsindən gedir. Tarixi şəxsiyyətlə dəxli yoxdur. O pozitivdirmi, negativdirmi? Dövlət eyni şey deyil. Heydər Əliyevin siyasi fəaliyyətinə müxtəlif qiymətlər vermək mümkündür. Onu müdafiə edənlər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və siyasi sabitliyin təmin edilməsində xidmətlərini önə çəkirlər. Tənqidçiləri isə Sovet nomenklaturasında və DTK sistemində yüksək vəzifə tutmasını, hakimiyyətin avtoritar xarakterini, siyasi pluralizmin məhdudlaşdırılmasını, korrupsiya və nepotizm barədə ittihamları önə çəkirlər. Yəni, Heydər Əliyevin ruhu Azərbaycanın dövlət bayrağına deyil, korrupsiyaya, nepotizmə və tayfa hakimiyyətinin dəyərlərinə qopmuş ola bilər. Bu, mübahisənin özü belə bir nəticəni dəyişməz. Heç bir siyasi liderin tarixi qiymətləndirilməsi dövlət bayrağının mənşəyini və mahiyyətini dəyişməz. Azərbaycanın üç rəngli bayrağının tarixi 1918-ci ildən başlayır. Onu sonraki siyasi hakimiyyətlərin ideoloji, həm də saxta ideoloji simvolikasına çevirmək isə başqa bir saxta prosesdir. Əgər məqsəd milli birlik yaratmaqdırsa, bayraq bir siyasi liderin ruhu ilə deyil, bütün Azərbaycan tarixinin müxtəlif mərhələləri ilə əlaqələndirilməlidir.
Əgər məqsəd əskərin vətənə sədaqətini gücləndirməkdirsə, onun andında vətən, Azərbaycan xalqı, konstitusiya və dövlət bayrağı kifayət qədər güclü məzmun daşıyır. Əskərin andına hər hansı siyasi liderin ruhunu əlavə etməyə ehtiyac yoxdur və bu çox böyük qəbahətdir. Çünki əskər dövlətə xidmət edir, siyasi liderə və yaxud hakimiyyət ailəsinə, hakimiyyətin birinci ailəsinə deyil. Əsl problem də məhz budur. Məsələ Heydər Əliyevi sevib sevməmək deyil. Məsələ onun haqqında hansısa siyasi qiymətin verilməsində də deyil. Məsələ ondan ibarətdir ki, Cümhuriyyətin yaratdığı milli simvolun mənası sonrakı siyasi hakimiyyətin ideoloji irsi ilə birləşdirilir və bu yeni interpretasiya hərbi andın dili ilə rəsmiləşdirilir. Bu tarixə münasibət məsələsidir. Bu dövlətin siyasi yaddaşı məsələsidir və ən əsası bu gələcək nəsillərə hansı tarixin və hansı dövlətçilik ənənəsinin ötürülməsi məsələsidir. Azərbaycan bayrağı bir şəxsin ruhunu yaşatmaq üçün yaradılmayıb. O, müstəqil Azərbaycan ideyasını yaşatmaq üçün yaradılıb. Əskərin andı da bir şəxsə deyil, bir şəxsin ruhuna deyil, həmin ideyaya sədaqətin andı olmalıdır. İndi biz necə əmin olaq? İlham Əliyev Azərbaycan bayrağına and içir, yoxsa atasının ruhunu bükdüyü bir parçaya? Bayraq niyə onun atasının ruhuyla isladılmalıdır ki? İndi dövləti ailə, bayrağı isə prezidentin atasının ruhu mu içərmiş olur? Bu ideoloji dəyərlər üzərinə intervensiya sayılır, yoxsa sayılmır?